Baxın görün, deməli, türkləri, qardaşları da demək olar ki, türk qardaşları bir-birinə necə çalışırlar, yəni aralarını vursunlar, araya girirlər, vuruşturmaq, yəni narazılıq olsun. Necə keçmişdə bunu ermənilər elədi, yunanlar elədi, ərəblər, beləliklə bu farslar necə imperiyalarda türklərin arasına bu Səfəvi, Osmanlı, indi bu davam edir. Görün, bir dənəsi çıxıb, iki boyda mənim başım boyda, iki dənə mənim başım boyda sifətdə insan, hansı ki, türk deyil. Azəri ləhcəsindən uzaq olun, türk ləhcəsindən uzaq olun. Ümumiyyətlə, türkcə danışır, bilmirsən hansı milləti, amma əslində ermənidə olandır. Türkiyədən görünən nə mesaj göndərir? Azərbaycan, Azər türkləri. Və deyirsiniz, biz bir millət, iki dövlət, birinci iki dövlət deyil, alçaq. Gör neçə dövlətlərdirlər. Niyə demirsən? Bunu deməli biz iki dövlət elə bilmişik, amma biz əlbəttə indi bəlli olur ki, biz 46-48 dövlətlərik. Bu avtonomiyaları, rəsmi dövlətlər bilmirəm, Qazaxıstan, Qırğızstandır, Özbəkistandır, Macarıstan belə. Amma bu nə etmək istəyir? Həmin bu deməli o deyir Osmanlı imperiyasını, Səfəvi imperiyasını deməli oyununu oynayırlar. Kimsə indi hazırlayır da çıxıb, bəs kimin tərəfindəsiniz? İsrailin tərəfində ya İranın tərəfində? Görün nə deyir. Orada bizim millət var, yəni İsrail vurur, necə baxırsınız və bu insan təxribatçıdır. İndi qoyublar da çıxıbdır. Normal adam belə şey danışmaz. Ay bədbəxtlər, siz qardaş qardaşa laf eləyər, qardaş qardaşa deyər kimin tərəfindəsən. İmperatorların bu imperatorlarımız bizim min illərlə deyil, bunlar bizlə olublar. Biz onları xilas etmişik min illərlə. Ay səfihlər, deyirsiniz ki, deməli, İsrailə yaltaqlananlar, İsrailə nökərləri, görün, sizin o Aftafa İran necə dağıdır İsraili. Denən də gül sevin. Kim yaltaqlanır? Nə qədər güclü insan var ki, bu İsraili biz xilas etmişik min illərlə. Ona görə də o da bizim yanımızda olub, biz də bugün onlarlanıq da. İndi İsrail bizə qarşı vuruşda, döyüşsə, əlbəttə biz də onun 10 dəfə artıq vuracağıq. Başa düşün. Amma indi sən İsrail deyirsən, İran deyirsən, birinci, ay alçaqlar, arvadlarınızı hansı ölkəyə etibar edərdiniz? Farslara, ərəblərə, yahudilərə? Xanımlar sağ-salamat gedir İsrailə gəlir. Gedir farsların içinə, gedir ərəblərin içinə, deyir, qoymurlar ki, az qalırlar yolun ortasında Azəri qadınlarını biabr eləsinlər, alçaqlar. Sən də durub İranı dəstəkləyirsən, İran bizə kömək edib. Bəli, kömək edibsə necə? İran necə kömək edib 90-cı illərdə? Buradan çörək verilmiş, oradan bir-iki dənə top atıb Ermənistana, ermənilərə özünü göstərir ki, mən Azərbaycanın tərəfindəyəm, mənim millətimdir. Sonra nə edir? Gedir o birinə, ermənilərin o silahı var da, erməni 40 ildir türklə çörək yeyir, 30 ildir çörək yeyir. Deyir, bilirsən, ağa, mən türkü öldürə bilmərəm, sən get, öldür, onu öldür da, mən onun kölə yemişəm. Mən də gedim, sənin qonşuyu öldürüm. Başa düşdünüz indi? Yox, hələ başa düşməyəsiniz. Fars bu göndərib də bunu bu İngilis deyil, yaradıblar da bizim içimizə atıblar, erməni necə. Başa düşürsünüz, buna görə ki, iki dövlətə zərər vursunlar. Başa düşürsünüz hələ.
deyir Fars deyir kömək eləyibdir. Fars eləyib ki, Erməniyə deyib ki, sənə verirəm ha, bax, yalandan vuracam səni erməni, ancaq sənə silah verirəm, öldür yenə türkü. Bu oyunu oynayıb, bunu indi nə bilim, az qalar dövlət səviyyəsində deyərlər ki, İran bizə 90-cı illərdə kömək edib və səhv edirlər. Başa düşmürsünüz? Ay insanlar, axır bunu eləyir ki, sən inanasan İrana, inanasan da Farsa. Ki o rahat başqasının əli ilə sənin başını kəssin. Hansı ölkəyə ailəyiz gedib sağ-salamat gəlir? Görürsən, deyə bilmərsiniz. Ərəbdir, Farsdır, Bakıya gələndə mən şəxsən nə qədər onlara üzlərinə vurmuşam. Ha, bura sizin üçün Şeyxana deyil, Bakı şəhəri. Alçaqlar. Ərəbi də, Farsı da. Gəlib bizim qadınlara ancaq qadın üçün gəlir. Gör, bura elə bir ki, nə idi? Siz onları müdafiə edirsiniz. Müdafiə edirsiniz. 5 dəqiqədə bütün arvadlarınızı neynəyərləri, imkanları olsa. Ay alçaq, gözünüzün qabağında eləyərlər onu. Bilirsən, Ərəbidir, Fələstinidir, Farsıdır. Amma İsrail'e hansı kim gedir? İsrail Yahudi. Yahudi anası kimi baxır Azərbaycan qadına? Bacısı kimi baxır? Bildiniz ya yox? Bilməyəsiniz. Amma Farslar bizim kadınlara kuşa kızı kimi bakır. Kim icazə verir onlara kuşa kızı? Bak kuşa kızı olsun. O kimdir? Ərəb kimdir? Sonra bu alçaq bir utanmır iki qardaşın arasına girir. Deməli, biz nə qədər sizə həmişə meşə yanında zəlzələ olur, nə bilim, birinci biz çatırıq da. Burada nə var? 15-ci illərdə, 20-ci illərdə kim elədi Çanaqqalaya göndərdi əskər? Azərbaycan. Sarıqamışda nə qədər şahid verdilər. Nəriman Nərimanov sizə qızıl növt göndərib, ha? Atatürk'e nə qədər kömək edib, heç demirsiniz. Bu yaxınlarda Avropa istəyirdiniz, ermənilərin qabağında belə qalmışdı. Erməni genosid deyil, bunlar cavabını verəmir. Biz Azərbaycan sizi xilas etdik Avropadan. Yəni dedik, nə işin var Avropadan? Gəlin biz bir qardaşıq, çörəyimizi bölək, yeyək. Burada nə var? Avropadan necə gedib Avropaya yalvarırdınız? Avropaya istəyirəm, Avropaya götürün bizə. Utanmırsınız. Adam niyə o qədər özünü yendirir? İndi də üzümüzə vurursunuz ki, 90-cı illərdə İsrail də kömək elədi. Siz haradaydınız? Elədiniz, eləmədiniz. Ancaq biz Azərbaycana vurmadıq. Sarıqamışdı, Çanaqqalanı demirəm, 15-20-ci illərdə siz Qırmızı Ordunu qoydunuz, Bakıya daxil elədiniz. Sizin o erməni generalları, ay türklər. Düzdür ya yox? Amma biz gəldik, siz qalib gəldiniz. Çanaqqalada. Azərbaycan gələndə qalib. Amma siz gəldiniz, İrəvanı verdiniz oradan. Buradan da Bakını verdiniz. Amma biz heç nə demirik. İndi qardaşımızdır. Əlbəttə belə şey olur. Ancaq indi gəlib bizə üzülürlər ki, biz belə, elə, İsrail belə oldu. İsrail də həmişə kömək edir də, burada nə var? İndi İsrail, əlbəttə İsrail axırı çevirib bizə qarşı gələcək, yəqin ki. İndi bu Farsları, mən sizə deyirəm, ha, sevinirsiniz. Farslar əgər İsrailə qalib gəlsə, Ukraynanın üstünə düşəcəklər, Türkiyənin üstünə düşəcəklər. İngilisdir, Fransadır, Yunandır, Ermənidir, Ərəbdir, Farsdır. Yəni onu bilin. Bu elə belə deyil. Bunu iki dövlətin üstündə qurulur və hər şey istəyirlər. İki dövləti məhv edirlər, başa düşürsünüz. Ay, nə qədər səfi olarlar bunlar. Bunlar bilmirlər ki, İsraili məhv eləyəndən sonra bizi istəyəcəklər məhv eləsinlər. Və nə istəyirəm deyəm, ola bilər, deməli, ola bilər. İndi bir şey də var, orada Fələstində 10 min, 50-60 min uşaq ölübdür. Düzdür ya yox? Hamı deyir, gör, İsrail öldürüb. Bəs bu Farslar neçə milyon uşaq öldürüb, ha? 100 ildə. Farslar neçə milyon türk uşağı başı kəsibdir. Şahın vaxtından, Xameynin vaxtına.
Bütün Azərbaycanlıları yığıb müharibəyə göndərdilər İraqa, onu demirəm. Şahın özü neynirdi, Şah Pəhləvi. Alçaqlar, biz demirsiniz neçə milyon türkü məhv edibdir, deyir Fələstinləri öldürüb. Bəs farslar kim öldürülmüş? Türkləri məhv edilmişlər və indiyənəcən də bir dənə kitab dəftəri yoxdur. Var, yoxdur. Mən bir şey istəyirəm deyəm, bax bu həmin bu oyunu necə Xameyni İsraildə törədir, uşaqları öldürürlər indi İsraildə. Salamat binaları, əhalini, dinc əhalini vururlar. Elə də Putin Ukraynada dinc əhali. Görürsün nə oyun gedir. Bunun bütün hamısı Avropa oyunudur. Farsın raketi deyil, Farsın silahı deyil, gedib İsraili dağıdır. O Avropanın. Ona görə yatın hələ. Yatın görək nə olur. Mən istərdim, buradan deyəm Azərbaycanlılara ümumiyyətlə, yəni hər zaman bir raketlə vurmaq istəsələr, heç vaxt heç kəs qorxmasın. Yəni qələt eləyəcək, raket gəlsə, mən deyirəm sizə, yəni heç kəs qorxmasın. Onun cavabı olacaq və bir də yaşlı adamlar qorxur, cavanları qoruyun. Yaşlı adamlar indi ölsə də, yox, mən ölsəm burada ölürəm də. Əgər Tanrı qərar veribsə, ona görə qorxmaq lazım deyil, mən yenə də deyirəm. Bunun cavabı çox pis olacaq. Amma yenə deyirəm, Tanrının özünün məsləhəti, qərar veribsə, bizə zərər vursun, özü bilər. Biz heç nə edə bilmərik, kiməsə zərər vurub, kimisə saxlayacaq. Amma yenə də deyirəm, yəni qorxmaq lazım deyil. Alçaq o satqın farslardan, uydurma millətdən qorxmaq ehtiyac yoxdur. Bizə yaraşmaz Türkiyə. Ona görə də biz cavabını çox sərt verəcəyik. Yəni onu bilsinlər, elə raketlə qorxulmaqla da Azərbaycan türkləri də qorxub eləməsin. Nə raketindən, nə də özündən. Lazım olsa şəhərə çıxın, ginən raketin qabağında yaşlıları deyirəm, qaçıb eləməyin. Mənə görəcəksiniz mən o raket Allah eləməsin gəlsə, yəni nə hərəkət eləyəcəm. Ona görə də lazımdır, cavanları qoyun, əsas cavanlardır. Yaşlılar qorxmasın, qaçmasın. Tanrım bilən məsləhətdir, yenə də deyirəm.